Salam, komandamıza xoş gəlmisən. Mənim adım Umud Velmira. Mən Greenway-in liderlərindənəm və sənə indi bu iş haqqında, biznes haqqında danışacağam. Ümumiyyətlə, şəbəkə biznes haqqında anlayışın var, nə bilirsən, nə eşitmirsən. Ümumiyyətlə, şəbəkə biznesin tarixi uzundur, 100 ildən çoxdur. O şirkətlər var və hamısı uğurludur və Greenway onun üçün də bu yolu seçdi. Yəni şəbəkə biznesin əslində çox üstünlükləri var. Birincisi, biz reklamlara artıq inanmırıq. Televiziyada olan reklamlar bizi qane eləmir. Ona görə blogerlər indi populyardır. Çünki insanlar insana inanır və şəxsi məsləhəti ilə alınan məhsullar daha yaxşı alınır, nəinki reklam vasitəsilə. Ona görə Greenway sırf bu yolu seçdi. Əsas üstünlükləri ondadır ki, sən risk eləmirsən, sən heç nə itirmirsən. Sən sadəcə olaraq öz mağazinə gedirsən, öz mağazini açırsan, öz mağazinə gedirsən, orada məhsulları alırsan, istifadə edirsən, başqaları tövsiyə edirsən və burada qazanırsan. İş prinsipi budur. Greenway şirkəti isə 8 ildir fəaliyyət göstərir və bu 8 ilə 62 ölkədə işləməyə başlayıb, rəsmi olaraq. Bu çox çətindir əslində və başqa şirkətlər, mən başqa elə bir şirkət tanımıram ki, 8 il ərzində 62 ölkədə rəsmi işləsin. Yəni, MDV ölkələri, Avropa ölkələri, Amerika, Meksika, Vyetnama qədər Greenway artıq var. Və bu nə deməkdir? Bu deməkdir ki, sənin əgər tanışların orada varsa və yaxud sən oraya istirahətə gedəndə oradan özünə tərəfdaş tapsan, sənin biznesin artıq 62 ölkədə inkişaf edəcək. Hal-hazırda sənin 62 ölkədə mağazinin var. Təsəvvür edə bilərsən, hansı başqa işdə sən bunu edə bilərsən. Greenway şirkəti 35-ci yerdədir dünyada şəbəkə şirkətlərin arasında. Başa düşürəm, sənin üçün bu heç nə demir, amma keçən il biz 100-cü yerdəydik, indi isə 35-ci yerdəyik. 8 ilin şirkəti. Yəni sən ola bilsin ki, ətrafında kimsə deyəcək ki, Greenway-dır da nə, amma sən bu rəqəmləri eşidəndən sonra, biləndən sonra artıq başa düşəcəksən ki, sən haradasan. Və bizim planlarımız əslində çox böyükdür və Azərbaycanda bu proyekt hələ təzə başlayır. Bilirəm, biz Azərbaycanda artıq 4-5 il fəaliyyət göstəririk, amma hələ ki, Bakıdan başqa heç bir yerdə ofis yoxdur. O deməkdir ki, hər bir region, hər bir şəhər, Azərbaycanın şəhəri bizim üçün açıqdır və biz orada Greenway-i inkişaf elətdirə bilərik. Mən özümdən biraz danışım sənə. Deməli, mən universitet müəllimi idim Greenway-dən qabaq. Slaviya Universitetində dərs deyirdim və ondan qabaq, universitetdən qabaq isə xarici şirkətdə, yerli şirkətdə, satışda, çox yerdə işləmişəm və kifayət qədər böyük təcrübəm var. Və Greenway mənim həyatıma gələndə mən universitetdə dərs deyirdim və bilirdim ki, kimyasallar ziyandır, amma alternativi tapamırdım. Və bu dəsmal qarşıma çıxanda başa düşdüm ki, qab yuyan dəsmal qabama çıxmışdı. Başa düşdüm ki, bu dəsmal hər evdə lazımdır və mənim vasitəsilə bu insanlar bu dəsmal haqqında bir məlumat öyrənə bilərlər və mənim vasitəsilə onlar kimyasallardan qaçacaqlar. Kimyasallardan mən onları uzaqlaşdıracağam, onları sağlam edəcəm və bu məni çox istədim ki, bu işdə işləyim və Greenway-də işləyə-işləyə komandam tez böyüyürdü və gördüm ki, universitetdə qalsam, Greenway-də heç bir uğura nail olmayacağam. Amma mənim ambisiyalarım böyükdür, mən maşın istəyirəm, mənzil istəyirəm, səyahət eləmək istəyirəm, böyük maaş istəyirəm. Ona görə universitet mənə heç birini verə bilmir deyə mən universiteti buraxdım və hal-hazırda ancaq Greenway-də məşğul oluram və mən burada xoşbəxtəm. Çünki ətrafımda çox gözəl adamlar yığışır, çox gözəl komandamız var, kollektivimiz var. İnşallah sən də görüşlərimizə gələndə buna şahid olacaqsan. Hal-hazırda biz böyük məqsədlərimiz var və sən bu məqsədlərin bir parçası ola bilərsən və bizimlə səyahətlərə gedə bilərsən. Hal-hazırda bizi Xorvatiya dəvət edirlər və hamı onun üzərində çalışır. Sən də istəsən qoşula bilərsən. Mənim sənə təklifim nədir? Sən Greenway-in tərəfdaşı olursan, sənə account açılır, account tamamilə pulsuzdur, Greenway-də account və sən başlayırsan məhsulları tanımağa. Məhsulları tanımaq üçün sən aktivasiya etməlisən.
müqaviləni aktivləşdirirsən və ondan sonra pul qazana başlayacaqsan. Bu aktivasiya nə üçündür? Sən növbəti videoda görəcəksən. Deməli, aktivasiyada sən məhsulları istifadə edirsən, görürsən ki, bu çox keyfiyyətlidir, çox yaxşı məhsullardır, sənin mağazinin var və sən sadəcə olaraq başqalara bunu tövsiyə edəcəksən və bununla ya satış edəcəksən, ya komanda quracaqsan, özün seç. İlk pulları artıq bu aydan qazana bilərsən. Sadəcə olaraq ya satışla, ya da komanda ilə. Nə aydın olmadı, nə sualın qalıbsa, mütləq səni dəvət edən adamdan soruş